Olimpiada şagirdləri üçün vacib bir məlumat floema və ksilemada maddələrin hərəkətidir. Bugün floema borularında maddələrin hərəkətinə baxaq. Baxın, burada həm ksilem boruları, həm də floem boruları göstərilibdir. Floem borularında maddələrin hərəkəti bizim 8-ci sinif kitabında da şəkil üzərindən çox yaxşı veribdir. Baxın, deyək ki, mənbə hüceyrələri var. Mənbə hüceyrələri biz nə götürə bilərik? Hansında ki, fotosintez prosesi gedəcəkdir. Yarpaq, əsasən yarpaq götürülür və bu yaşıl gövdə də ola bilər. Və mənbə hüceyrələri fotosintez prosesini aparır. Fotosintez prosesi nəticəsində əmələ gələn şəkər yarpaqda yığılıb qala bilməz. Və bu şəkərin yarpaqdan ələyə bənzər borularına keçməsi lazımdır. Ələyə bənzər borularına, indi buradakı şəkil Campbell kitabının şəklidir. Burada mənbə hüceyrələri ilə ələyə bənzər boruların arasında fərqli bir hüceyrələr də ola bilir. Bax, burada yerləşir. Bu hüceyrələrə deyirik peyk hüceyrələri və yaxud da yoldaş hüceyrələri də deyə bilərsiniz. Və bu yoldaş hüceyrələrin əsas işi mənbədə əmələ gələn şəkəri alıb ələyə bənzər borularına ötürməkdir. Və ələyə bənzər boruların iç hissəsində diqqət ediriksə, güclü şəkər yığını müşahidə olunur. Yəni burada şəkərin qatlığı çoxalır və şəkərin hərəkətində çətinlik yaranır. Ona görə də ksilem borularından suyun ələyə bənzər borulara keçməsi lazımdır və keçərək həmin o şəkərin belə deyək də, orada bir osmotik mühit yarandığına görə şəkər çoxaldı və osmotik mühit əmələ gəldi və buna görə də suyu özünə çəkir. Və ksilem suyu ələyə bənzər borulara ötürür və ələyə bənzər borularda şəkərin suda həll olması əmələ gəlir və bunun nəticəsində boru ilə aşağı doğru hərəkət müşahidə olunur. Burada müsbət təzyiqlə kütləvi axın görürsünüz. Yəni, floema borularında müsbət təzyiqlə kütləvi axın müşahidə olunur. Nəyə görə müsbət? Çünki bura bir enerji xərclənir. Yəni ATF-in burada bir xərclənməsi lazımdır, istifadə olunması lazımdır. Və əmələ gələn həmin o üzü maddənin hərəkət edərək su vasitəsilə yenə də aşağıda mənsəb hüceyrələri və yaxud da mənsəb hüceyrələrinə başqa sözlə biz deyə bilərik ki, hovuz hüceyrələri. Hovuz hüceyrələri. Bu kök ola bilər, bitkinin meyvəsi ola bilər, gövdəsi ola bilər. Yəni, istənilən bir hissəsində hovuz hüceyrəsi ola bilər və həmin şəkərin gəlib hovuz hüceyrələrində yenə toplanması var. Yenə də hovuz hüceyrə ilə boru arasında yenə burada yoldaş hüceyrələri rol oynayır. Çünki yoldaş hüceyrələrinin vasitəsilə həmin o şəkərin alınıb mənsəb hüceyrələrində, yəni hovuz hüceyrələrində toplanması müşahidə olunur. Ona görə də bu ələyə bənzər borularda bir enerji istifadə olunduğuna görə bu müsbət təzyiqlə hərəkətdir. Və sonra su burada əsas işi şəkəri gətirib hovuz hüceyrələrində depolamaqdır. Bunun ardınca su burada qalmır. Su təzədən ksilem borularına doğru hərəkət eləyərək yenə də ksilem borularına keçir. Ksilem borularında mənfi təzyiqlə kütləvi axındır. Yəni kütləvi axın fərqi yoxdur. Ələyə bənzər borularda da olur, borucuqlarda, yəni ksilem borularında da ola bilər. Amma ksilem borularında mənfi təzyiqlə kütləvi axındır. Çünki orada enerji lazım deyil. Amma ələyə bənzər borular bilirik ki, canlı hüceyrələrdə, ona görə orada enerji xərclənməsi var. Bax, bu cür bir, belə deyək, maddələrin hərəkətinə deyilir kütləvi axınla maddə hərəkəti.